Allahın selamı, rahmet ve bereketi əziz Minbər TV izləyicilərin, bizi sosial şəbəkələrdə izləyən əziz mömin qardaş və bacılarımızın, böyüklərimizin üzərinə olsun. Allaha həmd olsun, yeni bir zamanda, Ramazandan sonraki bir dövrdə yenə toplandıq. Allahın əmrlərini öyrənmək, İslamın əqidəsini yenidən xatırlamaq və xatırlatmaq üçün bir araya gəldik. Biz Allaha sonsuz həmd-ü səna edər, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə də salatu salam gətiririk. Əqaid kitablarında qiyamətin əlamətləri deyə bir bölüm var. Qiyamət nədir? Biz keçən qəbir həyatı haqqında danışdıq. Qəbirdə yenidən dirilmə haqqında söhbət etdik. Əməl dəftərlərinin paylanması, mizan tərəzinin qurulması və insanların hesab yerinə doğru sevk edilməsi haqqında biraz da olsa məlumat verdik. Amma bu məlumatları vermədən öncə qəbirlə o hadisələr arasındakı bir qiyamət əlamətləri var. Bunları da sizə xatırlatmaq istəyirik. Qiyamət dünyanın sonu. Qiyamət əlamətləri isə iki yerə ayrılır. Bir kiçik əlamətlər, bir də böyük əlamətlər. Kiçik əlamətlər elə bir əlamətlərdir ki, bunlar insanların əli ilə meydana gəlir. Yəni Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem qiyamət əlamətlərinin kiçik əlamətləri fərqli hədislərində, fərqli rivayətlərdə belə anlatmışdır. Qiyamət çobanların yüksək binalar tikməkdə yarışması, qadınların öz əfəndisini dünyaya gətirməsi, yəni uşaqların ata-anaya qarşı böyük bir ədəbsizlik içində olacağı, zəlzələlərin çoxalması, içkinin, əxlaqsızlığın yayılması, insan öldürmələrinin çoxalması, yəni qətl hadisələrinin çox olması. Sonra başqa İslami elmlərin ortadan qalxıb cəhalətin çoxalması. İndi baxsaq, internetdə çox elmlər var. Elm haqqında danışanlar var, alimlər var. Amma həqiqi bir elm isə o sahabə zamanında Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin yanında oturulub öyrənilən elmlərdir ki, o elm həm dünyanı, həm də ahirəti ehtiva edirdi. Bugün isə dünyanı ehtiva edən elmlər çoxalıb, ahirət haqqında isə bəzən danışmaq belə günah sayılmışdır insanlar tərəfindən. Halbuki insanları Allaha çağırmaq, gözəl bir dəvət etmək, insanları haqqa çağırmaq ayrı bir gözəllikdir. Əmr bil ma'ruf, yaxşı şeylərin əmr edilməsi, nəhy anil münkər, pis şeylərin də qadağan edilməsi, bu vəzifə ortadan qalxacaq. Yəni insanlar artıq mənim nəyimə lazımdır, kim nə edir, özünə edir, mənə dəyməyən ilan 1000 il yaşasın deyə o atalar sözlərində söylənən o halları yaşamış olacaqlar. Bunlar da hamısı, məsələn, içkilərin fərqli halda, sərxoş edici içkilərin fərqli hallarda, fərqli adlarda yayılması, çoxalması, bu da qiyamətin əlamətlərindən birisi. Gecə-gündüzün bir-birinə bərabər olması, fitnələrin zuhur etməsi, insanların çoxunun ölümü arzu etmələri, intihar hadisələrinin çoxalması. Amma bu intihar hadisələrində bir nüansı da söyləmək istəyirik. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem buyurur ki, bu qiyamətə yaxın dövrlərdə cinlər, şeytanlar insanlara musallat olacaqlar. Bəzilərini də öldürmədən onlardan əl çəkməyəcəklər. Belə ölən insanlar isə bu musallat olaraq insanlara cinlərin, şeytanların toxunmasıyla və yaxud da başqa bir səbəblə özlərini öldürməsi, intihar etməsi o başqa intiharlara bənzəməz. Bu vaxtı intihar o həqiqi sayılan, o Allaha qarşı üsyan hökmündə sayılmaz. Çünki insanların orada ağıl problemləri olacaqdır. Ona görə də o şəkildə intihar edənləri də biz başqa şəkildə intihar edənlər kimi o şəkildə müamilə etmərik. Namazını qılarıq, duasını eləyərik, yola salarıq. Bu qiyamətin kiçik əlamətləridir. Kiçik əlamətlər dedik ki, insanların əli ilə meydana gəlir. Bu əlamətləri 70-ə qədər çıxarıblar. Hədis şəriflərdə isə bunların bu saydığımızdan ibarət olduğu bildirilibdir. Ona görə qiyamət əlaməti deyəndə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin göndərilməsi də bir qiyamət əlamətidir. Yəni o qədər də belə bədbin şəkildə düşünməmək lazımdır. Qurani Kərimin endirilməsi də qiyamət əlamətidir. Bizim bu son ümmətin ortaya çıxması da, son Peyğəmbərə iman etməmiz də bir qiyamət əlamətidir. Ona görə qiyamət deyəndə sadəcə pis işlər, təhlükəli işlər
olacağını düşünmemek lazımdır. Kıyametin küçük alametleri dediğimiz bu alametleri saydıktan sonra kıyametin əsl əlamətləri olan inşallah gələn dərsimizdə işləyəcəyimiz üzrə böyük əlamətlər haqqında da məlumatlar verəcəyik. Amma deyək ki, qiyamət Qurani Kərimdə əl-qiyamə, yəni qiyamət, əs-sa'a, biz saat dediyimiz vaxt, əl-vaqi'a, vaqi'a, yəni bir hadisə, əl-qari'a, bir qapıları döyən, möhkəm döyən bir hadisə, əl-haqqa, yəni haqlı bir haqq olan bir hadisə və s. bu şəkildə, çox şəkildə Qurani Kərimdə fərqli adlarla, yəni fərqli təhlükələri ifadə edərək bildirilmişdir. Bu hadisələrin, bu qiyamətin adları olan, məsələn, Qurani Kərimdə bəzi surələr var. Bu Təkvir surəsi, İnfitar surəsi var. Bu surələr qiyaməti gözlə görünən qiyamət deyilmişdi onlara. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hətta kim qiyaməti gözü ilə görmək istəyirsə, bu surələri oxusun deyir. Bu surələrdə nə var? Bu surələrdə qiyamət hadisələrinin baş verəcəyinin şəkilləri var. Yəni dənizlərin nətəri suyunun qaynadığı, nə bilim ulduzların yerə töküldüyü və s. başqa hadisələr də orada o surələrdə oxuyanda bildirilir. Təhlükəli bir anı ifadə edir. Bu da insanların bəzən həqiqətən ümidə ehtiyacı olduğu kimi qorxuya da ehtiyacı vardır. Çünki qorxu və ümid insanı həyatda tutan bir insan həyatında olan bir faktordur. Qorxu da lazımlı bir şeydir. Ümid də bir lazımlı olan bir şeydir. Ümid deyəndə arxayınçılıq deyil, qorxu deyəndə də tamamilə ümidsizlik deyil, əli çəkmək deyil. Bu ümid, qorxu bir müsəlmanda, bir insanda 50-50-yə, yarı-yarıya olmalıdır. Bu ümid və qorxunu qiyamətin qopacağını bilən insan, qiyamət hadisələrini görən insan, onsuz da bitdi, hər şey bitdi, əlimə ayağımı yığışdırım, işlərimi, dünyəvi işlərimi tərk edeyim, üxrəvi işlərimi tərk edeyim, ibadətdə onsuz da bugünə qədər qazandım, tərk edəcəyimi də tərk edim deyə düşünməməlidir. Qiyamət əlamətləri, bu küçük əlamətləri saydıqdan sonra inşallah Allahın izni ilə gələn dərsimizdə, gələn söhbətimizdə də qiyamətin böyük əlamətləri haqqında sizə məlumat verəcəyik. Allahın səlamı, rəhmət və bərəkəti üzərinizə olsun.